vermək istərim. Davam edirik əqrəb burcu ilə. Yanvarın sonuna qədər əqrəbləri nələr gözləyir ona baxacağıq. Sizə yeni bir xəbərlər gələ bilər. Ola bilər telefonla, mesajla. Yəni ki, bu xəbərləri dinləmək vacibdir. Sizin üçün yeni yol, status dəyişikliyi gözləyir. Kimliyini dəyişmək və yaxud da yeni məsuliyyət əldə etmək və yaxud da rəsmi bir mövqe sahibi olmaq dəyişiklik gözləyir. Həyatınızda sürətli hərəkət, səfər gözləyir. Bu yolun getməyinə tez qərar veriləcək, irəliləyiş olacaq. Risk və cəsarət göstərir, qorxmadan addım atacaqsınız və bu şanslı riskdir. Emosional olaraq sevgi məsələlərində məyusluq gözləyir. Gözləntiniz tam qarşılanmayacaq. Sanki qəlb qırıqlığı, incinmə, məyusluq olacaq həyatınızda. Amma buna baxmayaraq sizin bir arzu və niyyətiniz var ki, çoxdandır bunu istəyirsiniz və ola bilsin ki, bu arzu ilə bağlı iki təklif ola bilər, iki yol ayrıcında qalmaq, seçim etmək göstərir, amma bu arzunuz tamına həyata keçəcək. Yeni başlanğıc gözləyir, yaxşıya doğru həyatınızda dönüş olacaq. Xəbər gəlir, amma səni yeni rola aparır, sürətli hərəkət, risk tələb olunur. Qısa müddətlik məyusluq ola bilər, amma niyyət, arzu yeni başlanğıcla tamamlanır. Səfər, yeni qərarlar, yeni mərhələ, yeni həyat üçün çox uğurlu gəlir. Kəskin qərarlar verəcəksiniz, yeni xəbərlər eşidəcəksiniz. Sanki gözləmə mövqeyindəsiniz. Artıq rahatlama dönəminə keçəcəksiniz. İki seçim arasında qalarsınız. Baxın, burada da çıxmışdı, burada da çıxdı. Yəni ki, qərar verməli, addım atmalısınız, amma bu addım, yəni ki, çox uzun müddət gözləməməlidir, tez olmalıdır.